Maşın saxlamışam bir 10 dəqiqədə, amma hələ özümə gəlmirəm. Mən anlamıram. Baxın, maşın sürürük, qabağımızda piyada keçididir. Hamımız bilirik ki, piyada keçidinə çatanda yavaşlamalıyıq. Okey, bunları qayda qanunları riayət edirəm. Və piyada keçidini görürük də üzbəyüzdə. Nəsə yavaşladıq, bölümdə də başqa maşın var. Yavaşlamışıq. Keçənlər keçdi, indi davam edirik. Tam ayağımı tormuzdan çəkib qaza basacaqdım ki, gördüm ki, baxın, piyadanın ikisi bax uşağı ilə, bir ana uşağı ilə, bax buradan keçdi, bax buradan keçib maşınımın qabağına atır özünü. Piyada keçidi oradadır. Hamı keçib. Oca getmək istəyəndə, bax buradan, bu nədir ki? Bu nədir? Özünüzü düşünmürsünüz. Heç olmasa bu şoferləri düşünün. Mən səni vuracağım. Mən sənin ayağını əssəm nə olacaq? Uşağımın ayağını əs. Mən onun vicdan əzabı ilə mən həyatımda necə yaşayaram? Hə? Hələ bu bəzi şəhərdə podyumdan keçən kimi keçən qızlar piyada keçidindən. Siz nə düşünürsünüz? Hə? Siz elə bilirsiniz ki, belə burcuda keçir sizi o şeydən, piyada keçidindən. Podyum deyil ora. Tələsin biraz. Biraz məsuliyyətli olun, tələsin biraz. Orada sizə 15-20 saniyə vaxt verirlər. Oradan podyum keçmək üçün sizə 1 dəqiqə vermirlər. Keçin. Yəni Allaha and olsun, o orada maşınla dayanan oğlanlar gəlib sənə elçi, səni almayacaq da yəni. Özünü sən orada kimə göstərirsən, kimin gözünə soxursan. Ay Allah, bir naz qəmzə ilə keçirlər, ətimiz təmiz tökülür yəni. Mənim ömür boyu maşınım olmuyor. 2 ildir maşın sürürəm mən. Amma mən də piyada keçidindən keçəndə vaxtında qaçmışam, tələsmişəm. Biraz məsuliyyət, nə olub, siz özünüzü kimə göstərirsiniz ki? Nə burcudursuz, Görün, nə qədər şoferlər piyadaya görə bədbəxt olub. İçərdə yatan elə oğlanların heç nəyin günahı yoxdur. Yazıqda günah yoxdur. Çıxıb hardansa ortaya qoydu, getdi, öldü də yəni. Neyniyək? Yəni, insan hər bir şeydə məsuliyyətli olmalıdır. Yaşıl işıq yanıb sənə. Keşdə biraz tələs də. Burcudur hələ. Hələ bir maşınların içinə baxır, nəmnağa. Az, nə olub, Qızlar, vəbşi sizin işiniz deyiləsi deyil də, yəni bəziləri deyirəm. Allaha and olsun, oğlanlardan pis qızlardır bu dəqiqə. Bəziləri. Dırnaq arasını deyirəm də, yəni. Restorana bir yerə gediləsi deyil, bala. Xalqın ərini yanında gözü ilə yiyir səni. Tabi az qala deyəsən ki, gəl bura nömrəni ver də. Nə olub, qızlar, nə olub? Nə özünüzü qoymusunuz o yollara?